16-da deyir ki, bucaqların tərəfləri arasından keçən şüa, onun kiçiyinin dərəcə ölçüsü 12 dərəcə olan 2 dənə bucağı ayırır. Bu, verilən bucağın 17-də 3 hissəsidir. Bucağın dərəcə ölçüsünü tapın. Deməli, ixtiyari bir bucaq götürürəm. Həmin bucağın arasından keçən şüa onu kiçiyinin dərəcə ölçüsü 12 dərəcə olan 2 dənə bucağa ayırır. Deməli, həmin 12 dərəcə isə ümumi bucağın 17-də 3 hissəsinə bərabərdir. Yadınızda biz sizlə keçmişdik hissəsinə görə ədədin tapılması. Yəni, həmin 12 dərəcə ümumi bucağın 17-də 3 hissəsinə bərabərdir. Bizdən isə həmin ümumi bucağı soruşur. Məsələn, bir dənə bucaq çəkim. Arasından şüa keçirək. Həmin şüa 12 dərəcəyə böldü. Bu 12 dərəcə də 17-də 3 hissədir. Yerdə qalan neçə olacaq? 17-də 14. 17-də 14. Bizdən də soruşur 17-də 17 hissəsin. Necə hesablayarıq sizcə? Nə düşünürsünüz bu barədə? Mənim 17-də 3 hissəsi 12-dirsə, 17-də 3 hissəsi 12 olan ədədi tapırıq. Yəni 12-ni 3-ə vurub 17-yə bölürük, yoxsa 17-yə bölüb 3-ə vururuq, o getdi. Hissəyə görə ədədin tapılması necə idi? Ədədi 100-ə bölürdük. No, hayır. Hissə göstərən ədədə vurub 100-ə bölürük. Yox, 100 yoxdur. Faizdədir 100. Da 100 yoxdur. Qıraqda bucaqda deyilmi? Mən söyərlər yox. Surətə vurub məxrəcə bölürük. Surətə bölüb məxrəcə vururuq. 12-ni 3-ə böləcəyik 4, 4-ü də 17-yə vuracaq. 40, o da 28, 68. Y variantı. F1. Mən F1. Fərziyyə, Surayyə. Surayyanın fərziyyəsi bundan ibarətdir ki, 12-ni 3-ə bölürük. Alınan cavabı 17-yə vururuq. 68 alınır. Beləmi? Evet. İltizam buyur. Mən də elə alfanı vurardım 17-də 3-ə, bərabərlərdim 12-yə. Sonra alfa da bərabərdir. 12-ni bölərək 17-də 3-ə. O da eləyir 60, 68 eləyir. 12 bölünsün 17-də 3. Bölmədə nədir? Tərsinə vurmadır. 12 vurulsun 17 bölünsün 3-ə. Alfa da bərabər oldu 68-ə. Tamam. Bəs Zeynəb, sənin fərziyyən nədən ibarətdir? Səncə necə eləyərik? Mən başa düşmədim. Tamam. Zeynəb ağ bayraq. Tamam. Hər ikiniz də doğru dediniz. İltizam və Sürəyyə. Ümumincə yekun cavab 68 olacaq. Deməli, indi Zeynəbə izah eləyəcəm. Deməli, Zeynəb, bizə hər hansısa bir bucaq verilib. Parçanla gedək. Və parçanla sənin üçün daha rahat olur ki, sənə parçanla gedək. Bunları sevirəm. Zeynəb, sabah hazırlığın saat neçədədir? 15:30-da. 2 saat davam edir. Bəli. Onlayndır, yoxsa